Bilirsiniz, 3-cü xəlifə Osmanı öldürüblər. Evinə hücum çəkiblər. Düzdür, İmam Əli Əleyhisselam bunun tərəfdarı olmayıb. Öz onun haqqı müdafiə edib. Amma bugün təriflədiyi, bəzilərin təriflədiyi sahabələr evini mühasirəyə alıblar. Suyun kəsiblər, evinə hücum çəkiblər. Burada açıq bir tarixi təhrif var. Həzrəti Osmanı öldürənlər Peyğəmbərin sallallahu aleyhi və səlləmin təhriflədiyi böyük sahabələr deyil, Misir və İraqdan gələn üsyankar qruplar idi. Əksinə, tarix kitabları sübut edir ki, böyük sahabələr öz övladlarını Osman radiyallahu anhunu qorumaq üçün göndərmişdilər. İmam Əli əleyhissalam öz oğulları Həsən və Hüseyni, Zübeyr ibn Avvam oğlu Abdullahı, Təlhə isə öz oğlunu Həzrəti Osmanın evinin qapısını qorumağa yollamışdı. Mənbə İbn Kəsir, Əl-Bidayə və Nihayə, 7-ci cild, səhifə 189, Təbəri, Tarix, 4-cü cild, səhifə 385. Osmanın üzr istəyirəm, həyat yoldaşını orada hörmətsizlik ediblər. Mən onları burada deməyə utanıram. Tərbiyəsizlik ediblər. Bu iddia Osman radiyallahu anhunun şərəfinə atılan böhtandır. Üsyançılar evə qəfil daxil oldular. Həzrəti Osman yaşlı və oruclu halda Quran oxuyurdu. O, həyat yoldaşı Nailəyə dedi ki, hicabını bərkitsin və örtünsün. Osman radiyallahu anhu qan tökülməməsi üçün səhabələrə qılınc çəkməyi qadağan etmişdi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm ona Mədinədə qan tökməməyi vəsiyyət etmişdi. Evə girən qatillər qəfil hücum etdilər. Bu, Osmanın qeyrətsizliyi yox, zalimların vəhşiliyi idi. Həm də ki, Osman bu hadisədə şəhid edildi, sağ qalmadı. Amma bilirsiniz, əhl-i sünnə qardaşlarımız nə yazır? Deyir ki, Osman həmin vaxtı dözdü, səbirli oldu. Niyə? Çünki Peyğəmbər ona demişdi ki, səbirli olacaqsan. Osman dözəndə qeyrətli olur. Nauzubillah, İmam Əliyə çatanda bəs başqa sözlər deyirsiniz, utanmırsınız. Burada iki məsələ qarışdırılır. Peyğəmbərin sallallahu aleyhi və səlləmin Osmana tapşırığı xilafəti tərk etməmək və üsyançılara qarşı ordu çıxarıb Mədinəni qan gölünə çevirməmək barədə idi. Hədisdə deyilir, ya Osman, Allah sənə bir köynək geyindirəcək. Münafiqlər onu çıxarmaq istəsələr, çıxarma. Osman radiyallahu anhunun səbri, öz nəfsini fəda edərək Mədinə əhlini qırğından qurtarmaq şücaəti idi. Təbəri öz tarix kitabında, İbn Əsir özünün tarix kitabında, İbn Kəsir də Əl-Bidayə və Nihayə tarix kitabında deyir ki, Osmanın hətta həyat yoldaşı özün atdı qabağa, onun barmağını kəsdilər və başqa da hadisələr baş verdi ki, mən də bunları demirəm. Bu videodakı ən böyük yalandır və mənbələrin açıq təhrifidir. İbn Kəsir və Təbəri tam əksini yazır. Tarixi mənbələrdə qeyd olunur ki, Qafiqə adlı qatil Osman radiyallahu anhuya qılıncla zərbə indirərkən xanımı Nailə anamız özünü